İmam Əli ibn Hüseyn əleyhissalam dualarının birində ki, o dua Məkarimul Əxlaq adlanır. O duada Həzrət bir cümlə buyurur ki, insan həyatına böyük təsir edən, insan həyatına yön verən bir cümlədir. Buyurur ki, ilahi, mənə o vaxta qədər ömür ver ki, ömrümü o vaxta qədər uzat ki, onu yalnız sənin itayətinə həsr edirəm. Əgər belə olmasa, ömrüm şeytanın otlağına dönəcəksə, ömrüm şeytan istədiyi işlərə sərf olunacaqsa, onda sənin düşməninə çevrilməmiş və qəzabinə, əzabına düçar olmamış mənim canımı al. Bəzi insanlar var ki, ömürlərində, yəni mənəviyyatlarında, ruhlarında ömürləri boyu bir mübarizə başlayıbdır. Bəzən onun ruhu, mənəviyyatı yaxşılığa doğru meyl eləyir, Allaha itayətdə keçir, bəzən isə şeytana itayətdə keçir. O insanların qəlbində, ruhunda, mənəviyyatında daima bir mübarizə var. O insanlar üçün əlbəttə ki, məsum imamlar hər zaman tövsiyə eləmişlər ki, qəlbimizi, ruhumuzu, mənəviyyatımızı elə bir şəkildə gücləndirək ki, formalaşdıraq ki, imamın buyurduğu kimi şeytanın otlağına, şeytanın ovlağına çönməsin bizim qəlbimiz, bizim bədənimiz. Ki, imam buyurur ki, ondansa ölüm yaxşıdır. Allahın bizə düşmən olmasından, əzabına layiq görülməyimizdənsə ömrümüz tez bitsə yaxşıdır. Əgər insanın mənəviyyatı şeytan ovlağına çönəcəksə. Həccaz ibn Yusifi çox adam tanıyır, adını eşidib. Bu adam tarixdə var ki, 120 min nəfər şiəni qətl etdiribdi fərmanı ilə Həccaz ibn Yusif. Dar ağacından astırıb, tarixdə var. Haqq dedikləri üçün bəzi şiələrin dillərini, boyunlarının kökündən çıxartdırıb, uşaq, yaşlı, qadın, kişi demədən 120 min nəfərə qədər insanın qanına, şiənin qanına əli batmış bir insandır. İbn Əbülhədid deyir ki, Həccaz ibn Yusif haqqında, əgər bizdən əvvəl yaşamış peyğəmbərlər və ümmətlər öz zəmanələrinin fasidlərini nümayiş etdirsələr, hər zaman, hər bir peyğəmbərin vaxtında ki, o ən axmaq insan, ən zalim insan ki, olubdur, hər ümmət öz zalimini tapıb çıxartsa, bir yarış keçirilsə, sərgi olunsa, Həccaz ibn Yusifə heç bir ümmətin zalimi sata bilməz. Belə bir zülm əhli olubdur. Həccaz ibn Yusif bir günləri Allah övliyalarından biri ilə qarşılaşır və ona deyir ki, mənim üçün dua elə, mənim üçün duası ol. Həmin övliya deyir ki, Allah sənin canını alsın. Bu da qəzəblənir ki, mən sənə deyirəm ki, mənim üçün dua elə. Övliya buyurur ki, and olsun Allaha, sənin üçün ən yaxşı dua budur. Sən ki, şeytanın əlində əsir olubsan, həyatının belə davam eləməyindən bura qədər cinayətlərlə dayanıb getsən yaxşıdır. Çünki günü-gündən sən azğınlaşırsan, günü-gündən daha çox insanın qanına sənin əlin batmaqdadır. İnsan ömrü bu cürdür. Gərək insan öz ömrünün keşiyində ola, öz ömründən müğayət ola ki, görəsən mənim ömrüm Allahıma itayətdə keçir, ibadətdə keçir, yoxsa şeytanın ovlağına sönməkdədir mənim bədənim, mənim ruhum. Gərək müminlər hər zaman bundan müğayət olalar. İnsan ahirətdə ömrünün deyirlər ki, həsrətini çəkəcəkdir. Ahirətdə öləndən sonraki
məhşər ayaq olacaqdır, hamı həşr olacaqdır. Böyük əksəriyyət insanlar öz ömürlərinin həsrətini çəkəcəklər. Ona görə də axirətə həm də yevmul həsrə deyirlər. Quranda da belə bir formada axirət xatırlanıbdır. Həsrət günü. İnsanlar öz ömürlərinin həsrətini çəkəcəklər. Hamısı deyəcək ki, hamımız deyəcək ki, ilahi bizi qaytar. Çünki ömrümüzdə çoxlu boşanlar olub ki, indi kaş ki o günlər olardı, o anlar, o saatlar olardı. İlahi onu sənə ibadətə və itayətə sərf eləyərdik. Qaytar o anlardan, o boş keçən anlardan bizə imkan ver, bizə bir əzin qaytar. Allah buyurar ki, mən sizə ömür vermədimmi? Quranda belə bir ayə var. Mən sizə ibrət alanların ibrət ala biləcəkləri qədər ömür vermədimmi? Mən sizə o qədər ömür verdim ki, ibrət almaq istəyən insan bəs eləyər ki, o müddətdə ibrət alsın. Biriniz ola bilsin 20 il, biriniz ola bilsin 50 il. İbrət alan insan üçün nə qədər zaman lazımdırsa, mən sizə verdim o zamanı. Ələ gətirməli olduğumuz əsas məsələ budur ki, ömrümüz faydalı olsun. Nə uzun ömür insan üçün böyük bir şərəf deyil, nə gödək ömür insan üçün bir rəzalət, bir pislik, bir bədbəxtlik deyil. İnsanın alnını ağ eləyən, açıq eləyən Allahın yanında, nəbilərin yanında, əhl-i beytin yanında şərəfli ömür yaşamaqdır. İstər o ömür 20 illik ömür olsun, istər o ömür 100 illik ömür olsun. O ömür ki, Allaha ibadətdə, itayətdə keçir, o ömür insanın üzünü ağ eləyir. Biz də bundan müğayət olmalıyıq ki, ömrümüz daha faydalı olsun, ömrümüzün faydalılığından müğayət olmalıyıq. Hərəmiz özümüzə uyğun bir mənəviyyat sahibiyik, bir ruh sahibiyik. Bizdən tələb olunan nədir? Hansı vəziyyətdə, hansı səviyyədə olursa olsun sənin ruhun, ömrünün faydalılığına fikir verməlisən. Ömrün faydalı olsun. Ömrümüzün faydalı olmağından ötürü hədislərdə bizə iki mühüm tapşırıq gəlib ki, istəyirəm sizinlə onu qardaş kimi bölüşəm ki, iki mühüm tapşırıq gəlib ki, əgər istəyirsinizsə də ki, ömrünüz faydalı olsun, şeytan ovlağına çönməsin, yaşadığın müddətcə ömrünün sənə bir xeyri olsun, iki mühüm işdən möhkəm yapışın. Öz həyatınıza tətbiq eləməyə çalışın bu iki tapşırığı, iki tövsiyəni. Onun birincisi adlanır tədarük. Ömrünüzdə daima tədarük görən bir insan kimi olun, yaşayın, həyatınıza bu cür davam edin. Uzaq yola çıxacaq, uzaq bir səfərə gedəcək və o səfərdən qayıtmayacaq insanlar kimi tədarük görün. Tədarük görmək lazımdır, hər gün, hər an bundan usanmaq lazım deyil. Və yaxud da keçmişdəki yaxşı əməllər də bizi indi tədarük görməkdən saxlamalı deyil. Mənəviyyat elə bir şeydir ki, hər daim özünlə məşğul olmalısan. Nə vaxt özünlə məşğul olmağı saxlasan, geriyə doğru gedəcəksən. Bu mənəviyyatın xüsusiyyətidir. İnsan mənəviyyatının xüsusiyyəti budur. İkincisi nədir? İnsan ömrünə məna verən, fayda qatan. İkinci nədir? İkinci də önəmli işlərdən biridir. Buna termin olaraq cübran deyirlər. Buna belə deyək, dini ədəbiyyatlarda, əxlaq kitablarında bu cübran olaraq keçir. Cübran nədir? Keçmişdə elədiklərini yavaş-yavaş islah eləyəsən. Keçmişdə elədiyin, səndən baş verən xətaları yavaş-yavaş islah edəsən. İnsan tövbədən sonra insanda bəzi günahların əsərləri qalır, əlamətləri qalır. Adi bir misal çəkək, göz zinası, göz ilə bir naməhrəmə baxmaq, bir an olsa belə insanın bəzən bir ibadətini əlindən alır. Namaza gəlməmişdən qabaq bir göz zinası eləyən insan namazda özündə olmur. Onun üçün deyirlər ki, göz zinası, naməhrəmə baxmaq şeytanın insanın qəlbinə atdığı bir oxdur ki, ora saplanar. Bunu bir başqa misalla da biraz qüvvətləndirək. Bir nəfər xəstələnir, bildiyimiz qaydada görürük, qohumda, əqrabada, evdə, eşdə görürük bunu. Bir nəfər xəstələnir ki, biz günah adında bir xəstəliyə mübtəla olmuşuq, xəstəyik. O xəstəlik məhv olsun deyə antibiotik vururlar. Bizim də antibiotikimizin adı tövbədir. Özümüzdə xəstəlik hiss elədik
bədənimizə istəyirik antibiotik vuraq, yəni xəstəlik inkişaf eləməsin. Antibiotikin xüsusiyyəti nədir? O mikrobun yayılmasının qarşısını alsın, xəstəlik inkişaf eləməsin. Bunun da adı mənəviyyatda tövbədir. Tövbə elədin ki, o xəstəlik inkişaf eləməsin, davam eləməsin. Amma antibiotik vurulana qədər bədəndə olan mikroblar bədəni artıq usadıbdır, yorğun eləyibdir, zəiflədibdir. Bundan sonra həkimlər hər zaman antibiotiklə yanaşı insana vitaminlər toplusu da yazırlar. B vitaminləri toplusu, məsələn, yazırlar ki, antibiotik xəstəliyi dayandırsa da, tövbə xəstəliyi dayandırsa da, bədənə yenidən bir güc lazımdır. Ki, o vitaminlər toplusu da cübrandır. Ki, bədəni gərək gücləndirəsən, bədəni zəif halda buraxsan, o antibiotik müəyyən müddətə keçərlidir, təsirlidir. O zəif halda qalsa bədən, yenidən xəstəliklərinəsirinə çönəcəkdir. Bunun üçün də nə lazımdır? Məsələn, insan bilə gözü ilə çoxlu günah eləyibsə, gözün cübranı odur ki, indi gözü çoxlu Quran ayələrinə baxa, hədisə baxa, möminin üzünə baxa, Allah evlərinə baxa, məscidə baxa. Gözün cübranı budur. Gözünlə göz zinası eləyibsənsə, indi çalışasan ki, o göz çoxlu halallara baxa. Qulaqdan doğan haramların cübranı budur ki, halallara qulaq asasan, Quran dinləyəsən, mövzə dinləyəsən, dua dinləyəsən. Bu, qulaqdan doğan günahların cübranıdır. Dilin əgər söyüş, qeybət, acı dillilik, insanı incitmək xəstəliyinə, günahlarına mübtəla olubsa, zikir dilin cübranıdır. Qeybət elədiyin insanlar haqqında xoş sözlər yaymaq, onların yaxşı işlərindən danışmaq dilin cübranıdır. Cübran və tədarük insan ömrünə faydalılıq qatan ən önəmli məsələlərdir.